Ölüm elə bir həqiqətdir ki, gəlir və səninlə bu dünyanın bağını ayırır. O sevdiyin şeylər, o öpüb qoxladığın övladından ayrılırsan. Ölüm elə bir şeydir. O yığmısan, tikmisən, 20 il, 30 il, bəlkə qəpiy üstünə qoyub o evi tikmisən. Evin içərisinə girdiyin gün Allah Azza və Cəllə sənin canını ala bilir. O miniyin ki var, sevə-sevə almısan, işdiyi vəziyyət çəkib almısan, bəhrəsini görürsən, indi sürürsən, bir gün, 2 gün, 3-cü gün Allah Azza və Cəllə sənin canını almağa qadirdir. Və insan ölüm gəlir və bütün sevdiklərindən onu ayırır. Övladından ayrılırsan, ölüm yatağında olan insana bax, necə insanların gözünün içərisinə baxır. Yəni sanki demək istəyir ki, mənim üçün bir qurtuluş var, mənim üçün edə biləcəyiniz bir şey var, məni qurtara bilərsiniz, sanki baxışları ilə onu demək istəyir. Vallahi heç kim eləyə bilmir, heç kim qurtara bilmir ki, Allah Azza və Cəllə bunu öz əzəmətli kitabında xatırladır. Siz ona baxıb durursunuz deyir, əlinizdən də heç bir şey gəlmir.